Vaxtınız xeyir əziz şagirdlər. Mən Günay Vəliyeva. Bugünkü biz videomuzda fonetika dərsinin izahını verəcəyik. Mən çalışacağım bu videoda buraxılışlara düşən çətinliklər çəkdiyi mövzuları bir qədər izah eləyim. Deməli, başlayaq. Bilirsiniz ki, fonetik bölməsi danışıq səsləri, hərflər, hərf tərkibi, say tərkibi, səs tərkibi, orfoqrafiya, orfoepiya, ahəng qanunu, vurğu, heca, yəni bu bölmələrdən ibarətdir, bu hissələrdən ibarətdir. Çox geniş bölmədir, çox qaydaları var, fonetikanın çox qaydaları var, amma yenə Azərbaycan mən həmişə demişəm, ən düzgün olanı ümumiyyətlə tətbiq eləmək qaydasıdır. Ümumiyyətlə deyilişdə deyəndə əksəriyyətlə biz fonetik qaydaları düzgün qeyd edirsiniz. Deməli, fonetikada şagirdlərin bilməli olduğu məqamlardan biri, yəni ki, səs artımıdır. Səs artımı, səs, yəni düşümü və yaxud da səs azalması eyni şeydir. Bir də ki var, səs dəyişməsi. Baxın, bunlar nədir? Bu ikisi kəmiyyət fərqi əmələ gətirir. Baxın, testlərdə suallar olur ki, məsələn, filan şey kəmiyyət fərqi əmələ gətirir. İndi mən nümunə üzərində izah edəcəm, başa düşəcəksiniz. Səs artımı nədir? Məsələn, tutaq ki, ailə yazılır, ailə deyilir. Nə deməkdir? 1, 2, 3, 4, 4 dənə hərf. 1, 2, 3, 4, 5, 5 dənə səs. Baxın, artım budur. 4-dən 5-ə qalxdı say. Səs düşümü nədir? Bu da azalma deməkdir. Məsələn, tutaq ki, səs düşümü haqqında söz deyək. Məsələn, qoşu sahitlər daha çox. Məsələn, tutaq ki, təəssüf sözü. Təəssüf sözündə bilirsiniz, qoşu sahitlərdən biri nə olur? Biri düşür, biri uzanır. Təəssüf. Təəssüf. 1, 2, 3, 4, 4, 3, 7 burada hərf var. Neçə səs var? 1, 2, 3, 4, 5, 6. 6 dənə səs var. Gördünüzmü? 7-dən 6-ya düşdü. Səs dəyişməsi nədir? Səs dəyişməsi bir səsin, yəni elə bir ki, hərf yazılan hərfin yerinə başqa bir səs gəlir. Məsələn, tutaq ki, bitki yazılır, bitki, bitki deyilir. Məsələn, çələng, məsələn, yazılır, məsələn, çələng, çələng, məsələn, deyilir. Tutaq ki, məsələn, belə deyək, bulud, bulud yazılır, bulud deyilir. Bunlarda diqqətli olun. İndi burada nədir? Gördünüzmü? Baxın, 1, 2, 3, 4, 5, 5 dənə hərf. 1, 2, 3, 4, 5, 5 dənə səs. 6, 6 hərf, 6 səs. 5 hərf, 5 səs. Dəyişdimi? Dəyişmədi. Hər iki tərəfində sayı indi. Buna deyirlər səs dəyişməsi. Bu səs dəyişməsi məsələsi ilə bağlı ən çox bu sözlər düşür. Lalə ilə, zəftrədən, şəkilçi ilə filan olanlar. Burada indi mən məsələn belə deyək də hansı sözlər idi? Unutdum indi bu dəqiqə nümunədə o sözləri. Hə, belə sözlər. Ən çox qoşu saiti və gələndə, məsələn, tutaq ki, təəccüblü pis gündə yazdım. Dəqiqə. Baxın, deməli bu biri düşəcək, o heç yazaq. Bunları səhv salınır. Deməli, burada lalə bilirsiniz ki, zərf sözdən şəkilçi nan-nən kimi tələffüz olunur. Ən çox bax, məxsusi bu testlərdə bu söz lalə ilə bitənlər əksər testlərə düşür. Təəssüf nən olur. Belə olan halda burada biraz diqqətli olun. Biraz diqqətli olun. Baxın, burada biri düşsə də, bunun biri düşsə də, səhv yazmışım. Bunun biri düşsə də, təzədən bura n hərfi gəlir. Gördünüzmü? Baxın indi 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə hərfi olur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Təəssüflər. Neysə yol verdim mən burada. Yəni 9 səs olur da. Səhv saymadım ki 1, 2, 3. Ha, deyə burada deyirəm baxın. Baxın, təəssüflə sözünə kirnəsini yazmamışım. Bir daha yazın.
Təəssüflə. Hmm. Təəssüflə. Gördünüzmü? Bax belə olan halda burada 1, 2, 3, 4, 6, 7, 8, 9. 9 dənədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Baxın 9 dənədir. Məsələ burasındadır ki, bax, bu sözün yazılışında lalə olsa da, nandən kimi olsa da, burada bir dənə la gəlsə də, məsələ burasındadır ki, təzədən orada qabaqdakı saatlərdən biri düşüb. Ona görə burada bərabərlik təmin olunur. Burada sadəcə olaraq dəyişmə baş verir. Yəni necə deyim, həm düşmə baş verir, həm artım baş verir. Yəni amma sayı kəmiyyət fərqi yoxdur. Baxın, burada deyirik ki, kəmiyyət fərqi yoxdur. Və bunda diqqətli olun. Sonra gələk məşhur Azərbaycan dil qaydalardan biri olan BCDQ qaydalarına. Nədənsə uşaqlara bu qaydalar çətin gəlir, amma inanın mənə heç çətin deyil. B, C, D və G qaydaları. Bu nə deməkdir? Bir sözlərin sonu bu hərflərlə bitərsə, gəlin qaydalar buraya yazaq. Samit gəlsə, ikinci qayda, heç nə gəlməsə, sonra buraya yazaq. Sait gəlsə, burada belə götürək də, söz birləşməsində burada yaxşı nümunədə yazaram, indi qeyd edirəm. Gəlin baxaq Samit. Məsələn, tutaq ki, kənddən, tutaq ki, yazaq, buludlar. Burada düzdür, mən transkripsiyon yazmadım. Gəlin transkripsiyonda yazım bir dəfəlik. Kənddən, məsələn, tutaq ki, bulud, məsələn, buludlar. Aha, heç nə gəlməsin. Elə kənd. Və tutaq ki, başqa şey yazaq, gəlin. Məsələn, tutaq ki, qılınc. Məsələn, qılınc. Sonra, məsələn, dinc. Məsələn, dinc. Sait gəlsə, tutaq ki, deyək, kəndə. D olaraq qalacaq. Məsələn, tutaq ki, deyirsiniz, corab. Corabın. Yəni, burada da yazaq B hərfi. Tutaq ki, səhəng. Gəl. İşarəliyim bunu. Gördünüzmü? Baxın, məsələ burasındadır ki, əziz şagirdlər, Samit və heç nə o məqamlarda, yəni birinci və ikinci punktlarda heç bir şey dəyişmir. Yəni qayda onlar üçün eynidir. Yəni özündən sonra karlaşma baş verir. Yəni ikisinin də qayda eyni. Amma sait gələndə cingitli Samit olduğu kimi qalacaq. Ümumiyyətlə cingitli Samitlə saat çox yola gedir. Yola getməyən Samitlə heç nə gəlməyidir. Yəni orada ikisini eyni anda demək çətin olduğu üçün avtomatik biri karlaşır. Bunu da nəzərə alasınız. Bu dediyimiz qayda söz birləşməsində də keçərlidir. Baxın, məsələn, belə bir şey verilir. Deyir ki, bulud topası. Bir də var deyir ki, məsələn, bulud ağladı. Və bu qayda. İndi söz birləşməsi şəklində verilən testlərdə mən şagirdlərə həmişə demişəm. Fonetikada əgər sizdə suallar olursa, yəni söz birləşməsi şəklində olursa, yəni iki sözlü əgər sözlər olursa, o söz birləşməsinin ikinci tərəfini sizə heç vaxt boş-boşuna vermirlər. Yadınızda saxlayın, onların cavabı ilk hərflərdədir. D-dan sonra
Əgər yenə həmin qayda, baxın, 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 bu qaydadır. Baxın, birinci qaydadır. Görürsünüz? Birinci qaydadır. Yəni D-dan sonra samit gəlsə yenə həmin şey olacaq T. Yəni bulut topası. Bulut ağladı sözündə də özünə sonra sait gəldiyi üçün burada da olacaq D. Yəni belə olacaq. Transkripsiyanda yazaq. Bulut ağladı. İndi bu söz birləşməsi deyil, fərqi yoxdur. Yəni özündən sonra söz gəlib, həmin qaydadır. İstəyirsiniz başqa bir söz yazaq. Məsələn, tutaq ki, ə, kitab mağazası söz birləşməsidir. Və yaxud da ki, yazaq bura kitab üzü. Düzdürmü? Deməli, baxın, özünə sonra nə gəlib? Özünə sonra nə gəlib? Samit gəlib, doğrudurmu? Samit gəlib, birinci qayda. Bax, birinci qayda. Sonra özünə sonra saat gəlib, neçənci qaydadır? Üçüncü qayda. Yəni, eyni qaydadır, həmin qaydadır. Deməli, burada bu olacaq bu kimi, bu olacaq olduğu kimi. Çünki özünə sonra saat gəlib. Vəssalam. Yəni əslində şagirdlərə görünən bu çətin qayda əslində çox çətin deyil. Sadəcə biraz üzərində işləmək lazımdır və tətbiq etmək lazımdır ki, sonra baxalım. Bir də ki, bu BCD2 qaydası nədə tətbiq olunur? Çox qrammatika kitablarında yox idi. İndi bilmirəm. Deməli, sait plus samit qaydasında. Bir də bura tətbiq olunur. Yadınıza saxlayın. Samit plus sait plus samit qaydasında bu dediyimiz BCD qaydası tətbiq olunur. Baxın, B, C, D və G, yəni belə baxır. İşte X çəkək ki, yəni tətbiq olunur. Məsələn, hansı sözlərdir? Ad, ud, məsələn, süd, yod, məsələn, tutaq ki, gic, məsələn, cib, sonra qab, sonra şad. Bax, bu sözlər. Görürsünüz, baxın. İndi göstərəcəm qırmızı ilə. Baxın, budur. Bunlar budur. Budur. Digərləri də hamısı bu qaydalara aiddir. Düşünürəm ki, burada inşallah ki, çətin bir şey yoxdur. Yəni, fonetikanın önəmli qaydalarından biridir. Gələk, biz deməli, iki qaydasına. Bunu bir dənə silim mən. Şu ilə diqqətli olun. Kifayət qədər çətindir. Deməli ki, özün səslənməsinə görə 5 cür səslənir əziz şagirdlər. Deməli yazaq bura. Deməli K kimi, K kimi, sonra X ştrix, Y kimi və bir də ki G kimi. Səslənməsinə görə ən çox, yəni ki, hərf olaraq özünü göstərən səs saylarından biri K hərfidir. Deməli, K hərfi sözlərin əvvəllərində gələndə ən çox səsləndiyi, məsələn, o şəkildə olur. Sözlərin əvvəlində köp, məsələn, kənd, məsələn, kələm, məsələn, kino, məsələn, katib. Baxın, gördünüzmü? Ərəb fars mənşəli sözlərdə K hərfi daha çox işlənir, amma bizimkilərdə var yəni. Baxın, bu birinci. Yəni, buna qoyalım belə. K olanlar daha çox Slavyan mənşəli, Avropa mənşəli sözlərdə daha çox işlənir. K kimi olur. Məsələn, yazaq bura K. Məsələn, komandir sözü. Sözləri yazıram, səsləmələrini yazmıram. Məsələn, hamımızın gündə gördüyümüz
Məsələn, kartof sözü. Məsələn, tutaq ki, klon sözü. Məsələn, ə, tutaq ki, kapitan sözü. Mhm. Baxın bu sözdə. Sonra belə götürək. Ə, Doğrusu mən istəyirəm o ki qaydasını, mən istəyirəm o səs şeydir, özünə söz samit, saat gələndə ora qədər izah edim, çaşmayasınız. Milli sözləri gəlin buradan ortadan qeyd edək. Yəqin ki, yer çatır. Milli mənşələrdə nə baş verir? İndi sual verə bilərsiniz ki, Arman, bəs biz hardan bilək ki, bunlar milli mənşəlidir? Yadınıza saxlayın ki, y əvəzlənməsi baş verərsə, baxın, ki, y əvəzlənməsi baş verərsə, bunlar millidir. Bir kere. Məsələn, belə götürək də. İndi mən həmin qayda, BCDG qaydasını yazdığımı burada da yazıram. Samit gəlsə, heç nə, heç nə gəlməsə, sait gəlsə, bir də söz birləşməsi şəklində yazacağım. Sait gəlsə. Baxın, samit gəlsə, məsələn, axşama kimi bilirsiniz də hamınız da alırsınız. Çörək sözü. Burada olacaq xışdırıq. Olacaq çörək. İndi mən bunu səsləməsini bura yazıram ilk səs. Məsələn, tutaq ki, ləçək sözü. Ləçək sözü olacaq ləçək. Bura bir dənə iştirik qoyun. Ləçək. Baxın, bu xışdırığın üstündə bu iştirik qoyulmasa, baxın, bu xışdırıq da bu olan ilk səsidir. Diqqətli olun. Bu təkcə qoyulsa, bax, bu x səsi. Buna diqqətli olun. Bəzən bir də görürsünüz şagirdlər çaşdırmaq üçün ştrixi oradan yığışdırırlar. Ona görə səhv ola bilər. Orada diqqətli olmaq lazım. Məsələn, böcək sözü yazılır. Böcək sözü. Mhm. Heç nə gəlməsə, ay üzr istəmir. Samit yazmışam. Çörəkdən, tutaq ki, ləçəkdən, böcəkdən fikir verməmişim. Birincisi Samit yazmışam. Elə biləm heç nə yazmışam. Aha, heç nə gəlməsə, artıq həmin qaydadır. Üzrü sayın. Yanlışlıq oldu. Məsələn, ləçəkdə k yazılır, xışdırıq olur. Sonra böcəkdə k yazılır, xışdırıq olur. Gördünüzmü? Saat gəlsə də eyni qayda. Məsələn, çörəyin y olacaq. Y olaraq da qalacaq. Qalacaq yox, gələcək. Yəni artıq cingitləşir. Sonra məsələn tutaq ki, böcəyə. Məsələn, lə, çə, yə. Gördünüz? Baxın. Eyni qaydadır. Yəni BCDG-də əslində qalsa BCDG-də Q-da və Q-da olan qaydalar əslində qalsa təməl qaydalardır. Bu təməl qaydaların bir qədər biləndən sonra daha rahat olur. Düzdür, əlbəttə ki, müəyyən dəyişikliklər ola bilir. Biraz bunlarda diqqətli olmaq lazımdır. İndi söz birləşməsi həmin qaydanı bu izah edim. Demək, söz birləşməsi, yəni BCDG-də izah etdim mən onu. Tutaq ki, məsələn, nə yazaq bura? Məsələn, tutaq ki, məsələn, tutaq ki, çörək, evi, bir də yazaq, çörək, məsələn, çörək rəngi olmaz, çörək qiyməti. Çörək qiyməti olmaz, çörək qiyməti yox, çörək qiyməti olmaz. Məsələn, çörək yemək. İki belə. Görürsünüz, bax, bu şəkildə sizə sözlər veriləndə yadınızı saxlayın, əziz şagirdlər. Bunların cavabı ilk hərflərindədir. Yəni, nə varsa odur. Özünə sor, saat gəlibmi? Gəlib. Neçənci qaydadır? Üçüncü qaydanı tətbiq edirik. Vəssalam, olacaq yer. Yəni, çörək, ev. Bu şəkildə olacaq. Özünə sor, samit gəlibmi? Gəlib. Hansı qaydadır? Birinci qayda. Yəni, sadəcə buradakı fərq söz birləşməsidir. Vəssalam. Çörək, çörək, yemək. Yemək. Elə yeməyin özü də, burada yeməyin özü də, səhv saldım. Yeməyin özü də xışdırıq olacaq. Belə. İndi bu milli mənşəlilərdədir. Gəlin alınma mənşəlilərə baxaq.
Alınma mənşəlləri də hardan bilirsiniz alınmadır? Əlbəttə ki, ki, y əvəzlənməsi yoxdur. Əvəzlənməsi, əvəzlənməsi yox. Məsələn, şərik k-dir. Məsələn, malik k-dir. Məsələn, mülk. Elə maliklə mülk eyni anlayışdan gəlir, eyni kökdən gəlir. Sonra məsələn, iştirak k-dir. Sonra əmlak. Bu ən çox ərəb fars mənşəli sözdür. Əmlak k-dir. Yəni bax bu sözdür. Daha çox bu sözdür. Eyni qaydadır. Yəni burada ümumiyyətlə yadınıza saxlayın. Ümumiyyətlə burada k əvəzləməsi heç bir halda baş vermir. Nə sait gələrsə, samit gələrsə, filan belə beşməkan qətiyyən əlaqəsi yoxdur. Bax bunlar dəyişmir. Siz özünüz də artıranda görəcəksiniz. Heç kim durub, heç kim durub. Gəlin indi tətbiq eləyək də. Heç kim durub şəriyin demir. Maliyin demir. Hamı deyir ki, malikin, mülkün, iştirakın, əmlakın. Məsələn, dərk sözü. Dərk niyə dərk olsun ki? Məsələn, dərk sözü. Dərk sözü. Durub dərk deyəcəyik? Yox. Yəni bunlar yəni bizə bu şəkildə gəlir və biz bu şəkildə də deyirik. Bir dənə diqqətli olun. Bu fələk filan sözləri, bunlar biraz çaşdıra bilər sizi. Bunlar əslində qalsa ərəb-fars mənşəli sözlərdir, yəni alınma sözlərdir. Amma bizimki kimi işlənən sözlərdir. Bir mələk sözüdür. Zaten mələyin deyirik də, biz bunu bilirik də. Mələk sözüdür. Dəstək sözüdür. Sonra fələk sözüdür. Xörək sözüdür. Bax, bunlarda diqqətli olun. Bunlarda əlbəttə ki, bizim dediyimiz o qayda yəni işləyəcək. Mələk olacaq. Deməli, birinci və ikinci qayda hansı idi? Samit, heç nə və üçüncüdə də olacaq sait. Bax, bu qayda orada da keçərlidir. Olacaq mələk, mələk, mələk. Deməli, bura transkripsiyalarını qoyum. Aha. Söz birləşməsində də tutaq ki, deyirsiniz ki, mələk evi, məsələn, tutaq ki, bir də yazaq, mələk qanadı. Mələk qanadı. Eyni qayda. Yəni, k-dən sonra sait gəlibsə, olacaq y, samit gəlibsə, olacaq özün sonra xışdırıq. Yəni, bunlar ərəb-fars mənşəli sözlərdir. Ərəb-fars mənşəli sözlərdir, amma bizim qaydalara tabe olurlar. Deməli, təkcəli sözlərdə bu qaydaların heç bir tətbiq olunmur. Yəni, k-in y-yə keçməsi qaydası heç bir tətbiq olunmur. Siz xatırlayırsınızsa, mən bir 5 dəqiqə qabaq BC-dəki qaydasında da bunu demişdim, qeyd eləmişdim, orada da qeyd eləmişdim ki, deməli, belə deyək də, orada da var idi. Sait, samit birləşməsi, samit, sait, samit birləşməsində də həmin qayda var ki, təkcəli sözlərdə, ümumiyyətlə təkcəli sözlərdə dəyişiklik demək olar ki, çox olmur. Çox olmur. Söhbət bu qaydalardan gedir. Əlbəttə, artım olur, səs artımı falan olur, başqa onları qarışdırmayın. Hansılardadır, məsələn, o sözlərdə olmur. Məsələn, türk sözündə. Zaten türkün, türk heç kim demir də, yəni heç kim türk deyə bilmir. Türk və yaxud da ki, türkün və yaxud da ki, türkün. Baxın, görürsünüz, ki olduğu kimi qaldı, olacaq ki. Sonra, məsələn, tək sözüdür. Məsələn, yük sözüdür. Məsələn, kürk sözüdür, diqqətli olun. Bunlar testlərə çox düşən sözlər siyahısındadır. Yəni, mən istəyirəm çətin məqamları izah edeyim, yəni asanlar istəmirəm izah edeyim, yəni ona görə çoxunuz yəni bilirsiniz. Məsələn, indi düzdür, burada ki qaydasında belə deyək də, söz arasında qoşa samitli gələndə ondan mən ayrıca bir qayda kimi izah edəcəm qoşa samitlərin fərqini. Bir də diqqətli olun, qoşa deyil də müxtəlif cinsli, ümumiyyətlə müxtəlif cinsli eyni cinsli nə deməkdir? Onu bir kərə bilmək lazımdır ki, eyni cinsli deyən zaman eyni hərfin orada olmağından söhbət gedir. Məsələn, tutaq ki, məsələn, 800. Bax, 8 eyni cinslidir. Eyni cinsli.
Amma məsələn, tutaq ki, deyək ki, məsələn, e, təşkilat. Təşkilatda iki dənə qoşa samit var. Amma eynidirmi? Yox. Bu da olur müxtəlif cinsdir. Müxtəlif cinsdir. Gördünüzmü? Belə olan halda biz eyni cinsli zaten indi bu dəqiqə izah eləmirik. Amma müxtəlif cinsli asandır. Müxtəlif cinsli asandır. F, T, ən çox da F, ikinciləri cingitləşir. Məsələn, belə deyək də, təşkilat yazırıq. Mənim dediyim qayda digər qaydadır. Burada iki ayrı-ayrıdır. Mən dediyim qayda F, T, Ş, T, S, T, X qaydalarına aiddir. Belə yazaq. Təşkilat. Gördünüz mü? İkincisi nə oldu? Cingitləşdi. Məsələn, tutaq ki, bitki və bitki. Belə. Bugünkü bizim videomuzun sonuna gəldik, çıxdıq əziz şagirdlər. Əlbəttə ki, fonetika bölməsi çox geniş oldu. Deyim sizə ki, hansı hərflərədir. F, T, Ş, T, S, T, X, T. Bunlar gəldikləri zaman çox zaman ikinciləri cingitləşir. Məsələn, belə deyək də, təşkilat yazırıq. Mənim dediyim qayda digər qaydadır. Burada iki ayrı-ayrıdır. Mən dediyim qayda F, T, Ş, T, S, T, X qaydalarına aiddir. Mən ayrıca bir qayda kimi izah edəcəm qoşa samitlərin fərqini. Bir də diqqətli olun, qoşa deyil də müxtəlif cinsli. Ümumiyyətlə, müxtəlif cinsli eyni cinsli nə deməkdir? Onu bir kərə bilmək lazımdır ki, eyni cinsli deyən zaman eyni hərfin orada olmağından söhbət gedir. Məsələn, tutaq ki, məsələn, 800. Bax, 8 eyni cinslidir. Eyni cinsli. Amma məsələn, tutaq ki, deyək ki, məsələn, təşkilat. Təşkilatda iki dənə qoşa samit var. Amma eynidirmi? Yox. Bu da olur müxtəlif cinsli. Müxtəlif cinsli. Gördünüzmü? Belə olan halda biz eyni cinsli zaten indi bu dəqiqə izah eləmirik. Amma müxtəlif cinsli asandır. Sözün ortasında ən çox da deyim sizə ki, hansı hərflərədir. F, T, Ş, T, S, T, X, T. Bunlar gəldikləri zaman çox zaman ikinciləri cingitləşir. Məsələn, belə deyək də, təşkilat yazırıq. Mənim dediyim qayda digər qaydadır. Burada iki ayrı-ayrıdır. Mən dediyim qayda F, T, Ş, T, S, T, X qaydalarına aiddir. Belə yazaq. Təşkilat. Gördünüz mü? İkincisi nə oldu? Cingitləşdi. Məsələn, tutaq ki, bitki və bitki. Belə. Bugünkü bizim videomuzun sonuna gəldik, çıxdıq əziz şagirdlər. Əlbəttə ki, fonetika bölməsi çox geniş olduğu üçün ona görə az-az yükləyək. İstəmirəm üzdən başdan sona da keçəm, çünki bu önəmli bir qaydadır. Sağ olun, salamat qalın, abunə olmağı unutmayın.